Deməli, biz ümumiyyətlə qeyd edirik ki, bizim ətraflarımız deyəndə, yəni biri var yuxarı ətraf, bir də var aşağı ətraf və ətraflar deyəndə ümumiyyətlə nəyi nəzərdə tuturuq? Məsələn, mənə deyəndə ki, yuxarı ətraf, mən burada yalnız bir ətrafı nəzərə ala bilmərəm. Yəni tutaq ki, mən yalnız bir qolumu nəzərə ala bilmərəm. Yəni tutaq ki, mənə desək ki, yuxarı ətrafın sərbəst hissəsi. Mən ancaq bir qolumu nəzərə ala bilmərəm. Ətraf deyəndə siz yadda saxlayın ki, onu cüt olaraq nəzərdə tuturuq. Yəni cüt olaraq. Ətraf deyəndə cüt nəzərdə tutulur. Amma siz sağ ətraf, sol ətraf desə, onda artıq bir dənə hissəni nəzərdə tutur. Ümumiyyətlə biz burada nədən danışırıq? Yəni mən bunu nəyə görə dedim? Çünki ümumiyyətlə ətraflar yuxarı ətraf və aşağı ətraf olmaqla iki hissəyə bölünür və hərəsində sərbəst və qurşaq hissəsi mövcuddur. İndi biz bunlardan bir-bir danışacağıq. Sadəcə ilk başda belə bir məlumat verdim ki, ətraf deyəndə, məsələn, mənə desə ki, yuxarı ətraf. Mənə yuxarı ətraf deyəndə sərbəst qurşaq hissə, yəni hər iki hissənin sərbəstliyini, qurşağını, yəni nəzərə almalısınız. Amma mənə desə ki, məsələn, sağ ətraf, onda siz bir hissəni nəzərə almalısınız. Yəni məsələn tutaq ki, bir hissənin qurşağını, yəni məsələn sağ ətrafın, yuxarı ətrafın sağ qurşağı, yuxarı ətrafın məsələn sol sərbəstliyi. Yəni bunlar ayrı-ayrı ifadələrdir və bunlardan bir-bir danışacağıq. Ümumiyyətlə mən burada ilk öncə başlamaq istəyirəm nədən? Yuxarı ətrafdan başlamaq istəyirəm və yuxarı ətrafın sərbəst hissəsindən başlayaq. Ümumiyyətlə biz yuxarı ətrafın sərbəst hissəsindən keçən dəfə də bunlardan bir-bir danışmışıq əslində, amma yenə də göstərəcəm. Yuxarı ətrafın sərbəst hissəsində ilk başda burada biz bir dənə sümük görürük. Bu sümüyün adı adlanır, deməli bazu sümüyü. Bu bizim bazu sümüyümüzdür. Diqqətlə görsəz, yəni digər indi birləşmələrdən də zaten bir-bir danışacağam. Yəni bizim yuxarı ətrafın sərbəst hissəsində bu ilk gördüyünüz sümük adlanır bazu sümüyünüz. Daha sonra aşağı doğru düşsək, burada 2 dənə sümük görürsüz. Biz keçən dərs bunları demişdik ki, bu 2 dənə sümüyə sait sümüklərinə aid edirdi. Yəni bunlara ad verməmişdik hələ ki. Demişdik ki, bunlar sait sümüklərdir. Bu səfər isə biz bunlara ad verəcəyik. Yadda saxlayırıq ki, bu gördüyümüz sümüklərdən biri mildir, digəri dirsəkdir. Amma hansı mil, hansı dirsək? Bu önəmlidir. Baxın, öndə duran, sanki mənəm deyən, mən, m hərfindən yadda saxlayın. Öndə duran mən, yəni öncəliyi özünə atan, ilk gələn mənəm deyən, yəni ilk gələn adlanır mil sümüyü. Amma arxada, baxın bu hissədə göstərdiyim dirsək sümüyüdür. Bunu necə yadda saxlaya bilərik? Yəni dirsək sözünü eşidə bilərsiniz də. Məsələn üçün adicə mənim yadıma gəlir ki, ibtidai sinifdə keçirdik də. Bəli, texnologiya dərsində məsələn müəllimə bizə deyirdi ki, oturanda məsələn yemək yediyimiz zaman dirsəyinizi stolun üstünə qoymayın. Dirsək dediyi bu alt hissədir, düzdürmü? Alt hissə olduğuna görə də, bununla da yadda saxlayın ki, zaten qolunuzu yumanda, bu aşağı hissəyə toxunanda, bu alt hissədən belə, necə deyim, bazudan aşağı, bu dirsək hissədən yuxarı doğru əlinizi doğru qaldırsanız, orada sizin dirsək sümüyünüzdür. Amma onun üstündə mənəm deyən, ilk gələn, baxın burada işıq saçır da indi bu sümük. Baxın, bu hissədə işıq saçan sümük adlanır sizin mil sümüyünüz. Amma bu arxadakı sümük adlanır sizin dirsək sümüyünüz. Eyni zamanda mən bunu bir hissə var dərsliyimizdə. Bunu necə veriblər? Mən onu son göstərmək istəyirəm. Deməli, buradan asım göstəririm onu. Biraz orada fərqli veriblər. O fərqlilik nədən ibarətdir? Onu da izah etməyə çalışacağam. Deməli, bir dəqiqə. Aha. Baxın, burada bizə verilən hissə var. Sanki burada mil sümüyü dirsək sümüyünün üzərinə çıxıb. Baxın, altdakı bu oxa fikir verin. Ümumiyyətlə burada yazıb dirsək sözü, düzdür? Bu dirsək sözünü oxu davam elətdirin. Görün ki, bu arxadakı sümükdür. Sadəcə burada qələm yoxdur deyə mən burada var imiş, bəli. Deməli, bu arxada sizə göstərilən olacaq dirsək sümüyünüz. Aha,
Bu indi mən oxla, bu qələmlə çəkirəm. Baxın, burdakı olan sizin dirsək sümüyünüzdür. Arxa ilə gedir də. Amma sizin bu ön tərəfdən olan sümüyünüz isə adlanacaq sizin mil sümüyünüz. Baxın, bura mildir. Və görürsüz ki, sanki mil sümüyü bu dirsək sümüyünün, bu arxadakı olan sümüyün üzərinə çıxıb. Bu hansı halda olur? Sizin normalda qolunuzu açanda sizin ovcunuz ön tərəfə doğru baxır. Yəni kürək tərəfə doğru baxmır da, ön tərəfə doğru baxır. Siz qolunuzu normal olaraq açanda belə açın, qolunuzu uzadın. Görəcəksiniz ki, qolunuz belə, ovcunuz elə sizin üzünüzə baxır da sanki. Arxaya çevirməyin. Yəni ovcunuz sizin üzünüzə baxsın. Bu halda, yəni qolunuzu açdığınız halda sizin həmin bu dirsək və mil sümükləriniz bir-birinə paralel olacaq. Necə yəni paralel? Yəni burdakı kimi. Eynən burdakı kimi, yəni bir-birlərinə paralel formada qalmış olacaqlar. Bu bir, bu da növbəti. Yəni burada bu çəkdiyim bu dirsəkdir, amma bu isə mildir. Amma bu biri tərəfdə isə siz artıq qolunuzu açmısınız, düzdür? Qolunuzu açanda, sizin ovuzunuz sizin üzünüzə baxanda sizin mil və dirsək sümükləriniz, yəni sait sümükləriniz nə edəcək? Paralel olacaq. Amma siz qolunuzu çevirəndə, qolunuzu çevirmək nə deməkdir? Yəni ovcunuzu siz kürək tərəfə çevirirsiniz. Yəni elə bir əvvəl qolunuzu açmışdınız. İndi əlinizi sırf, yəni bu bilək hissədən aşağını, ovcunuzu arxa tərəfə çevirirsiniz. Yəni kürək tərəfə çevirirsiniz. Bu zaman nə baş verir? Bu mil sümüyü, qırmızı ilə göstərdiyim mil sümüyü dirsək sümüyünün üzərinə çıxır. Yəni burada bir dənə bu şəkildə, mən çox da bu şəkillə razı deyiləm. Biraz səhv çəkiblər. Fikir versəz ki, qolunu çevirib çevirməyinə, amma nə edib? Yəni şəkli çəkən ya daha doğrusu burada təsvir edən işini bacarmayın məncə çox da. Çünki burada baxın, bu ovuc hissə var. Yəni əgər bu ovuc hissə arxada olsaydı, barmaqlar belə ön tərəfə doğru olmuş olardı da. Burada barmaqları arxa tərəfə çəkib. Yəni çox da düzgün bir şəkil deyil. Amma yenə də nəyi yadda saxlayın siz? Yadda saxlayın ki, siz qolunuzu açanda ovcunuz sizin üzünüzə doğru baxırsa, o zaman sizin mil və dirsək sümükləriniz bir-birinə paralel olur. Eynən burdakı kimi. Bir daha göstərirəm ki, burada bunlar bir-birlərinə doğru paraleldirlər. Bu ilk çəkdiyim bu qırmızı ilə çəkdiyim, yəni deməli sizin mil sümüyünüzdür. Növbəti qırmızı ilə çəkdiyim sizin dirsək sümüyünüzdür. Dirsək deyəndə belə, məsələn, mil daha az hərflidir, düzdür? Dirsək daha böyük hərflidir və görürəm ki, dirsəyin burada birləşməsi daha belə böyük, belə deyim də, sümükdür də. Yəni ona görə də elə o şəkildə yadda saxlaya bilərsiniz. Amma siz əgər ovcunuzu arxaya doğru çevirsəz, ovcunuzu kürək tərəfə çevirsəz, sizin mil sümüyünüz gedib çıxacaq. Baxın, burada göstərdiyim mil sümüyünüz gedib çıxacaq bu dirsək sümüyünün üzərinə. Dirsək də bu arxada olandır. Bu isə yəqin ki, aydındır. Daha sonra davam eləyək. Bizim sərbəst hissəmizdən danışdıq. Deməli, bizim bazumuz var burada. Daha sonra, yəni bir ətrafını tutaq ki də, bir ətrafdan danışırıq biz. Bir ətraf dediyim, sağ ətraf tutaq ki. Tutaq ki, sağ ətrafımın nəyi? Deməli, sərbəst hissəsi. Burada bir dənə bazum var. Burada 2 dənə sait sümüyüm var. Bu sait sümüklərlə mən dedim ki, nədir? Deməli, biri mildir, digəri də dirsək sümüyüdür. Mil sümüyü öndə olandır. Burada bayaqları göstərdiyimizdir. Mil, mənəm deyən, ön tərəfdə duran, özünü önə çıxardan sümükdür. Dirsək sümüyü isə bu bazuya birləşən hissəsi daha böyükdür və arxada duran o texnologiya dərsindən yadda saxladıq ki, o dirsəyimizi stolun üstünə qoymurduq. Qolumuzun bu alt hissəsini qoymurduq stolun üstünə. Yəni o hissədən yadda saxlaya bilərsiniz. Daha sonra aşağı doğru keçsək, burada qısa sümüklərimiz gəlir. Ümumiyyətlə, bu aşağı doğru gəldiyimiz zaman bura daha maraqlıdır. Deməli, burada bizim əl daraq arxası sümük. Ümumiyyətlə, bu bizim ümumilikdə göstərdiyim bu hissə, bircə dəqiqə. Baxın, bu hissə. Sizin nəyinizdir? Əl pəncənizdir, əl pəncəniz. Və bu əl pəncəsində hansı hissələr var? Əl daraq arxası var, əl daraq arxası. Və ya nə deyəcəm? Deyəcəm bilək. Əl daraq arxası və mən bunu biraz çox götürdüm buradan. Bir dəqiqə. Əl daraq arxası və ya bilək sümükləri.
Yadda saxlaya bilərsiniz. Daha sonra əl daraq arxası bu arada bizə imtahanda düşmür. İnşallah ki, Tibb Universitetində əl daraq arxası ifadəsindən istifadə edəcəksiniz. Bizim dərsliyimizdə də bizə bilək veriblər, yəni əl daraq arxası verməyiblər. Burada göstərsəm əgər, bir dəqiqə görüm səhifəni taparamı burada. İndi birazdan mən sizə burada göstərərəm onu da. Deməli, yəni bizə bilək verir. Əl daraq arxası bilmir. Amma bilməyinizdə bir problem yoxdur da. Yəni əlavə bir şeydir. İnşallah ki, universitetə girəndə də bunu görəcəksiniz. Yəni bu əl daraq arxası və biləkdir. Növbəti gələn isə sizin deməli əl darağı sümükləriniz. Baxın, bunlar əl darağı sümükləridir. Sonra isə gəlir nələr? Sizin falanqalarınız. Falanqalarınız gəlmiş olacaq. Qələmlə də göstərirəm. Növbəti gələnlər isə sizin falanqalarınızdır. Və gəlin bir-bir bunlardan danışaq. Ümumiyyətlə sizin əl daraq arxası hissənizdə nə qədər sümük olur? Baxaq. 1, 2, 3, 4, 5, 6, 7. Biri də bu tərəfdə olmalıdır. Bir də budur. 8. Daha doğrusu, buradakı da 8. Yəni, ümumi 8 dənə sümük olmuş olacaq. Sizin əl daraq arxası hissənizdə. Əl daraq arxasından daha çox bilək sözünü istifadə edirsiniz. Çünki situasiyalarda bilək yazsaz, marker müəllimlər belə də çox hərfəndən belə də çox biliyə sahib olmur. Yəni, bunu bilin ki, onlar belə də çox biliyə sahib olmur. Ona əgər meyarda əgər bilək veribsə, sən ora əl daraq arxası yazsan, əl daraq arxası kitabında yoxdur. Ona belə qəribə görəcək, baş düşməyəcək bu nədir, götürüb balını kəsə bilər. Amma biraz üstünə gedəndə, nə bilim, apellyasiya falan versəz, təbii ki də bal alarsınız, amma elə ilk başdan məsələnizə həll eləyin. Yəni, bilək yazın. Mən sadəcə əl daraq arxası deyəcəm ki, bu da belə qəribə bir termin deyil. Sinonimlər, eyni şeylər yəni. Yəni, sizin bu əl daraq arxanızda və ya bilək hissənizdə 8 dənə sümük var. Biz bunları saydıq. Daha sonra keçirəm bu hissəyə, əl darağına. Əl darağında isə 5 dənə sümük var. Baxın, bu 1, indi işıq saçır, bu 1. Daha sonra 2, daha sonra 3, daha sonra 4, bu da 5. 5 dənə sümüyünüz var. Daha sonra keçirəm sizin hansı sümüklərinizə? Falanqalarınıza. Baxın, burada göstərilən hissə sizin baş barmağınızdır, düzdür? Bu baş barmaq, indi fərqliliyə baxın. Sizin baş barmağınızda 2 dənə falanqa var. Amma qalan barmaqlarınızda isə 3 falanqa var. Baxın, növbəti barmağa baxsaz, 1, 2, 3. 3 dənə falanqa. 1, 2, sonra 3. Sonra yenə də 1, 2, 3. Burada da 1, 2, burada da 3. Mən bunları necə sayım? 4 dənə barmağımda, baş barmağım normalda 1,55 barmaq var da. Onun baş barmağında 2 dənə falanqam var. Buradan 2. Növbəti barmaqda da mən sağ ətrafdan danışıram. Sağ ətrafın yuxarı hissəsindən danışıram. Hələ ayağa falan baxmırıq. Deməli, 4 dənə barmaq var. Hərəsində də 3 falanqa var. 4-ü vururam 3-ə 12. Baş barmağımda da 2 falanqa vardı. Oldu ümumilikdə 14 falanqa. Burada da elə bir-bir saydıq biz. Deməli, bir daha təkrar edirik. Bizim bir əlimizdə bazumuz oldu. Yəni, bir əlimizdə dediyim, yəni bu yuxarı ətrafın, ta ki sağ yuxarı ətrafın sərbəstində bir bazum oldu. 2 dənə saidim oldu. Saidlərin adı nə oldu? Mil və dirsək. Öndə duran, əlim bu ön quruluşunu sizə göstərim. Baxın, belədir. Bu öndə duran hansıdır? Bu hissədir, düzdür? Öndə duran, mənəm deyən, özünü önə çıxardan sizin mil sümüyünüzdür. Və ya daha belə bu hissəsi daha incədir. Yəni, mil sözündən 3 hərflidir, daha az. Yəni, o şəkildə yadda saxlaya bilərsiniz. Digər tərəfdə isə sizin burada dirsək sümüyünüz var. Hansı ki, dirsək sümüyünüzdəki arxada durub və bu birləşmə hissəsi daha böyükdür. Kimsə qəbul atdı? Daha sonra davam edək. Sonra deməli, bir bazu oldu, 2 dənə said oldu. Bu 2 saiddən biri mildir, digəri dirsəkdir. Düşdüm aşağı hissəyə qısa sümüklərimə. Qısa sümüklərim əl pəncəsi aid idi. Bunu bilirdik. Keçən dərsdə bunu ətraflı şəkildə danışmışıq.
deməli bizim bu əl daraq hissəmizdə, üzrlü sayın, əl daraq arxasında və ya əl daraq arxasında və ya bilək hissədə nəyimiz var? 8 dənə sümüyümüz var. Daha sonra əl darağında bu hissədə nəyimiz var? Deməli bizim 5 dənə sümüyümüz var. Daha sonra bizim falanqalarımızda isə, yəni bu falanqalarımız dediyim, yəni bu hissədə, baxın çəkirəm, göstərirəm, bu hissə ümumi olaraq. Burada bizim 14 dənə nəyimiz oldu? Sümüyümüz oldu. Baş barmaqda 2 falanqa var, qalan barmaqlarda 3 falanqa var. Baxın 1, 2, 3. Digərində də hamısında da belədir. 3 dənə falanqa var. Yəni bu birləşmə hissələrinə görə də baxa bilərsiniz. Elə buradan birləşiblər bunlar. Buradan birləşiblər, buradan birləşiblər. 3 dənə sizin falanqanız mövcuddur digər barmaqlarda. Baş barmaq istisna olmaqla. 4-ü vurdum 3-ə 12. 2 dənə də baş barmağımda var idi 14. Bu hissəsi aydın oldu mu? Eyni zamanda digər əlinizdə də belədir ha. Yəni digər əlinizin yuxarı ətrafının sağ hissəsində də sizin bir bazunuz var. 2 dənə saydınız var. Biri mildir, biri dirsəkdir. Orada da eyni şəkildə öndə duran mənəm deyən, özünü önə çıxardan mildir və ya bu hissədən birləşmə hissəsi daha incədir gördüyünüz kimi. O sizin mil sümüyünüzdür. Arxadan isə, yəni dirsəkdir. 2 dənə sayd sümüyünüz. Daha sonra burada oldu deməli 3 sümük, sonra düşürəm aşağı 8 sümük buradadır. Sonra bu hissədə deməli 5 sümük var. Bu hissədə də nə qədər sümük var? 14. 14-ün üzərinə deməli gəlirik 5 19. 19-un üstünə 8 gəndə 27. 3 dənə də yuxarıda 30. Deməli sizin sağ ətrafınızda və ya baxın və demədim. Və ya deyirəm. Və ya sol ətrafınızın, yuxarı ətrafınızın deməli sərbəst hissəsində 30 sümük olmuş oldu. Onda ümumi yuxarı ətrafın sərbəstində nə qədər sümük oldu? Deməli 32-yə vurursunuz 60. Daha sonra keçirik. Burada nəsə başa düşmədiyiniz var? Xeyr. Aha. Mən burada sizə birləşmələri demək istəyirəm, amma qurşağı falan da deyim, ondan sonra birləşmələri də deyərəm. Elə daha rahat olsun. Yəni indi keçək yuxarı ətrafın qurşaq hissəsinə. Aha, mən digər tərəfdən açım ki, daha rahat olsun bizə. Görün, bunu belə birləşdirə bilərəmmi? Hə. Deməli, burada bizim yuxarı ətrafın qurşaq hissəsi nədir? Ümumiyyətlə, sərbəst hissədən danışdıq. Yəni ki, aydın oldu. Və qurşaq hissə. Görürəm ki, burada mənim, məsələn, yuxarı ətrafın bu hansı tərəfində? Mənim sağ tərəfimdə, düzdür. Sağ tərəfimin, ta ki, yuxarı ətrafın sağ tərəfinin qurşaq hissəsi. Mən əgər desəydim ki, yuxarı ətrafın qurşaq hissəsi, onda siz həm bunu nəzərə alarsınız, həm bu hissəni, yəni həm solunuza, həm sağınızı nəzərə alarsınız. Amma yuxarı ətrafın, məsələn, mən deyirəm sağ hissəsinin qurşağı, mən ancaq bura baxmalıyam, bu hissəyə baxmalıyam. Mən digər sol tərəfi nəzərə ala bilmərəm. Və qurşaq hissədə nələr olur ümumiyyətlə? Kürək sümüyü olur, bir də körpücü sümüyü olur. Körpücü sümüyündən keçən dəfə ətraflı şəkildə danışmışdıq. Döş qəfəsini danışanda birləşmələrini falan biz orada xeyli danışmışdıq. Və bu bizim burada göstərilən, baxın, işıq da saçır üzərində. Mən qələmlə də bunu göstərə bilərəm ki, bu sizin nəyinizdir? Körpücü sümüyünüzdür. Körpücü sümüyünüz bəs bir dənədir? Əlbəttə xeyr, digərində də mövcuddur, amma bu skelet qalmadı yerində. Bir dəqiqə, hə. Burada da mövcuddur eyni şəkildə. Daha sonra bəs kürək sümüyünüz bir dənədirmi? Təbii ki də xeyr. Mən burada bayaqlarda göstərdim. Aha. Burada gördük ki, burada sizin bir kürəyiniz var, eyni zamanda ikinci kürək sümüyünüz də mövcuddur. Daha sonra davam eləyək. Deməli, ümumiyyətlə kürək sümükləriniz, yəni qurşaq hissəniz. Məsələn, sağ ətrafınızda, neçə dənə sağ ətrafınızın, yuxarı ətrafın qurşağında nə qədər sümük oldu? 2 sümüyünüz var, kürək sümüyü var və deməli körpücü sümüyü mövcuddur. Bəs mən desəm ki, yuxarı ətrafın qurşağında nə qədər sümük var? Mən deyəcəm ki, 4 dənə. Niyə 4 dənə? Çünki mən sağ qurşaq demədim. Yuxarı ətrafın sağ qurşağı demədim. Yuxarı ətrafın sol qurşağı demədim. Dedim ki, yuxarı ətrafın qurşağında. Qurşaq deyəndə cüt
Yəni hər ikisi nəzərdə tutulmalıdır. Sənin elə bir yuxarı ətrafında iki hissəsi var, sağ-sol hissəsi var. Yəni onu nəzərə almaq lazımdır. Mən sağ-sol adını çəkmədiyim müddətcə cüt nəzərə tutmalısınız. Sağ-sol dərsliyi o şəkildə verir, biz o şəkildə götürürük. Sağ-sol adını çəkmədiyim müddətcə ətraf desə də, ətraflar desə də, elə bir onlar ətraf sözünü elə ətraflar olaraq nəzərə tutub. Sağ ətrafın qurşaq hissəsi. Yəni o ətraf dediyi ətraflar demək istəyir əslində, yəni onu o şəkildə götürürsə, sən də o şəkildə götürməlisən. Sənə sağ ətrafın, məsələn, qurşağı, sol ətrafın qurşağı demədiyi müddətcə sən cüt götürməlisən. İndi davam edirik. Və baxırıq, görək ki, ümumiyyətlə bu kürək və körpücük sümüyü nəyə birləşir? Çox qəşəng bir hissədir bu. Bu sənin kürək sümüyündür. Mən birindən danışıram elə ki. Bir dənə kürək sümüyü nə edir? Bir kürək sümüyü, baxın, diqqətlə. Gəlir. Bu hissədə bir oynaq əmələ getirilir. Necə oynaq? Baxıram ki, kürək sümüyünün, qələmlə yazmaq istədim. Kürək sümüyünün, burada gördüm ki, burada bir oynaq çuxuru var. Baxın, çuxur. Bazu sümüyü, gəlib oynaq başı ilə bura birləşir. Yaxşı, belə bir sual. Kürək sümüyü bazuya hərəkətli birləşir, yoxsa bazu kürəyə hərəkətli birləşir? Belə sual versələr, təbii ki də bazu gedib, deməli, kürəyə hərəkətli birləşəcək. Siz qolunuzu tərpədəndə, sizin o, yəni, hərəkət eləyən belə deyim də, kürək, məsələn, qolunuz o tərəfə gedirsə, kürəyiniz də ondan birlikdə o tərəfə getmir də, yəni, necə deyim? Mən sizə bunun animasyonu da var, onu da göndərəcəm sizə. Yəni, burada kürəyi belə aşağı doğru aparan nədir? Sizin bu sırf bazunuzdur. Çünki bazu onun hərəkətli birləşir. Biz keçən dəfə kəllə skeletindən danışanda orada yəni ətraflı şəkildə dedik ki, ümumiyyətlə oynağa əmələ gətirən oynaq başıdır, bir də oynaq çuxurudur. Və orada oynağa əmələ gətirən oynaq başı oynaq çuxurudur. Oynaq başı hardadırsa, o sümük hərəkətli birləşmə əmələ gətirir. Deməli, burada mən baxdım ki, mənim burada oynağım varmı? Bəli, var. Görürəm ki, oynaq başım da var. Burada, baxın, bu birinci göstərdiyim oynaq başı. Növbəti göstərdiyim oynaq çuxurum var. Deməli, oynağım var. Nəticədə mənim hərəkətli birləşməm gəlib bu bazu, bu kürəyə hərəkətli birləşəcək. Amma kürək gəlib bu bazuya hərəkətsiz birləşəcək. Ümumiyyətlə, onu yadda saxlayın ki, bütün yəni qurşaq sümüklərinizin hamısı hərəkətsiz birləşmə əmələ gətirir. Qurşaq sümükləri hərəkətsiz birləşmə əmələ gətirir. Amma sərbəst hissələr isə hamısı hərəkətli birləşmə əmələ gətirəcək. Qurşaq hissələr hərəkətsiz, amma sərbəst hissələr hərəkətli birləşmə əmələ gətirir. Davam eləyək. Deməli, bu kürək nə ilə birləşdi? Kürək gəldi buradan. Bazu ilə birləşdi, aşağıdan gəldi. Bazu ilə necə birləşdi? Hərəkətsiz birləşdi. Eyni zamanda gedir yuxarıdan, nə ilə birləşir? Körpücüklə birləşir. Necə birləşir? Hərəkətsiz birləşir. Nəyə görə? Çünki mən dedim ki, qurşaq hissələri bir-birləri ilə, ümumiyyətlə, qurşaq hissələr nə ilə olsa da hərəkətsiz birləşir. Kürəkdə qurşaqdır, körpücükdə qurşaqdır və salam. Yəni, körpücük borulu sümük deyil ki, və salam. Və keçdim mən. Burada bunu göstərdim. Kürəklə ilə birləşdi. İndi bir kürək neçə sümüklə birləşir? 2 sümüklə. Hansı sümüklərdə onlar? Uzun borulu olan bazu, bir də sizin bu körpücük sümüyünüz. Yaxşı, bəs 2 dənə kürək nə ilə birləşmiş oldu? 2 dənə kürək, 2 kürək. Baxın, bu kürək, indi mən qələmlə göstərim. Buradakı olan kürək gəlir aşağıdakı bazu ilə birləşir. Buradakı körpücüklə birləşir. Buradakı olan kürək də aşağıdan burada birləşməsi var. Bazu ilə birləşir. Buradan da gəlir körpücüklə birləşir. Yəni 4 dənə sümüklə birləşmiş olacaq. Daha sonra keçid eləyək, biz danışaq körpücük sümüklərindən. Körpücük sümükləri demək. İndi deyək ki, bir dənə körpücük sümüyü. Bir dənə körpücük sümüyü nə ilə birləşməmələ gətirir? Gedir bu arxadan, gedir kürəklə birləşir. Gəlir bu hissədən döş sümüylə birləşir. Eyni zamanda digəri də o şəkildədir. Yəni, digər, deməli, sizin körpücüyünüz də eynən o şəkildədir. Neynəyəcək? Gedəcək. Deməli, arxadan
Gedib buradan bu körpücüyümüz budur. Gedib buradan sizin kürəyinizlə birləşəcək. Bir də aşağıdan gəlib sizin döş sümüyünüzlə birləşəcək. Bəs yaxşı, mənə sual versəz, körpücük gedib bazu ilə birləşərmi? Xeyr, əsla. Baxın, bu sizin nəyinizdir? Mən bu şəkli göstərməyə çalışıram indi bir dəqiqə. Belə daha aydındır. Deməli, bu sizin körpücüyünüzdür. Baxın, körpücüyünüz. Bu körpücük gedir burada kürəklə birləşir. Bu sizin kürəyinizdir, kürək sümüyünüzdür. Aşağıdakı isə bazudur. Siz də gəlib bu necə bura birləşsin? Birləşmə yoxdur axı. Yəni birləşməyib də. Ona görə deyəcəksiniz, yəni gözünüzlə gördünüz. Onu ağlınızda bu təsəvvürü yadda saxlayın. Yəni bunu bir ağlınızda bir yerdə qoyun. Bunu yadda saxlayın. Hər dəfə danışdıqca, məsələn bu dərsi mən bitirəndən sonra, siz gedib özünüz öz üzərinizdə öyrənəndən sonra, təkrar edəndən sonra danışdıqca gözünüzün qabağına gətirin. Getdikcə bu sizin yaddaşınızda qalacaq, yəni təsəvvür şəkildə qalacaq. Körpücük də gedib aşağıdan nə ilə birləşdi? Deməli, döş sümüyü ilə. Yəni bir dənə körpücük sümüyü, bir körpücük sümüyü gedir bir kürəklə birləşir, gedir bir döş sümüyü ilə birləşir. Yaxşı. Bəs iki körpücük sümüyü nə ilə birləşir? Bu da maraqlı sualdır. Gəlin göstərim. İki körpücük sümüyü, baxın bu körpücüyə baxın, gedib arxadan kürəklə birləşir. Bu körpücük gedir arxadan kürəklə birləşir. Bu körpücük də döş sümüyü ilə birləşir. Bu körpücük də döş sümüyü ilə birləşir. Yəni bu körpücüklərin hər ikisi döş sümüyü ilə birləşdiyi üçün mən deyəcəm ki, bir döş sümüyü, 2 kürək sümüyü ilə birləşmiş olacaq. Ümumi 2 dənə körpücük sümüyü. Bu hissədə qaranlıq nəsə qaldı? Nəsə sualınız olsa verə bilərsiniz. Daha sonra birləşmələri dedikdə biz, amma bir şey də qeyd edeyim mən burada bu birləşmələrdə. Mənə desə ki, tutaq ki, sağ ətrafın qurşağı neçə sümüklə birləşir? Sağ ətrafın qurşağı. Gəlin göstərək. Sağ ətrafın qurşağı deyəndə mən ümumiyyətlə qurşaq hissədə, sağ ətrafın qurşağında neçə sümük var? 2 dənə sümük var. Deməli, körpücük sümüyünüz var sizin sağ ətrafın qurşağında. Körpücük sümüyünüz var. Baxın, diqqət yetirdinizsə bilmirəm yoxsa yox. Mən sağ ətrafın qurşağında 2 sümük var dedim, sağ ətrafın qurşağında. Desəydim ki, qurşaqda, yəni məsələn yuxarı ətrafın qurşağında 2 dənə sümük var, siz avtomatik olaraq mənim sözümü kəsib deməliydiniz ki, sən səhv deyirsən. Çünki qurşaq dediyim zaman mən cüt nəzərdə tuturam. Sağ, sol sözü demədən Leyla sən deyə bilməzsən ki, orada deməli 2 dənə sümük var. Çünki sən onu o ətrafı tək götürə bilməzsən. İndi baxırıq. Deməli, burada bizim sağ ətrafın qurşağında bir körpücüyüm var, bir kürəyim var. Və bunlar gedib neçə sümüklə birləşir və sağ ətrafın qurşağı deyəndə siz bu sümükləri belə təsəvvürünüzdə birləşdirəcəksiniz. Bir kürək, bir körpücüyə bir dənə sümüklə baxacaqsınız. Bir sümük kimi baxacaqsınız. Yəni 2 sümük, bir sümük kimi, bir birləşmə kimi götürürsünüz, ağlınızda o şəkildə baxırsınız. Bu birləşmə kürək sümüyünün hesabına gedib bazuya birləşir. Körpücük sümüyünün hesabına gedir, döş sümüyünə birləşir. Yəni ümumilikdə 2 sümüklə birləşməməli gətirəcək. Amma sağ ətrafın və ya sözünə diqqətlə baxın, və demədim. Və ya sol ətrafınızın yuxarı ətrafın qurşağı, sol və ya sağ yuxarı ətrafın qurşağı gedib 2 sümüklə birləşir. Onlar hansılar oldu? Körpücüyün hesabına getdi döş sümüyünə birləşdi. Döş sümüyünə. Kürəyin hesabına getdi bazuya birləşdi. Eyni zamanda digər hissə də belədir. Yəni bunu da göstərək hətta. Deməli, dedik ki biz bu artıq sol ətrafın nə idi? Qurşağıdır. Sol ətrafın yəni yuxarı ətrafın qurşağıdır. Sol yuxarı ətrafın qurşağı bir kürək, yəni bu indi göstərdiyim körpücükdür. Bir körpücük və aşağıdan bir kürək sümüyü ilə birləşməmələ, daha doğrusu bir kürək və bir körpücük sümüyünü götürürsünüz. Və bu 2 dənə sümük normalda baxın ayrı-ayrı sümüklərdə burada belə birləşmələri var. Ayrı-ayrı sümüklərdə. Amma siz bu sümüklərə bir sümük kimi baxacaqsınız. 2 sümüyü beyninizdə, gözünüzdə, indi gördüyünüzü beyninizə yazın, kodlayın. Yəni bir şəkildə hər dəfə bunu ağlınızda gətirin, gözünüzə gətirin. O şəkildə yadınızda qalacaq, yəni çətin bir şey deyil. Yadınızda saxlayırsınız ki, bunlar bir sümük kimi götürürəm. Mənə sağ
yuxarı ətrafın qurşağı desə və ya sol yuxarı ətrafın qurşağı desə, bir sümük kimi götürürəm. Ağlımda birləşdirdim. Bu artıq bir sümükdür. Ayrı-ayrı sümüklər deyil. Götürdüm və deyirəm ki, bu kürək sümüyüm budur da, düzdür? Baxın, kürək yazıram üzərində. Bu kürək sümüyüm hesabına gedib aşağıdan bazuya birləşir. Körpücük sümüyün hesabına, indi burada biraz önə doğru gətirim, gedir nəyə birləşir? Döş sümüyünə birləşmiş olacaq. Yəni, bunlarda ikilərin sümüyə birləşəcək. Mənə desək ki, yaxşı bəs, yuxarı ətrafın qurşaq hissəsi neçə sümüklə birləşəcək? Mən deyəcəm 4 sümük, üzrünü sayım, mən deyəcəm 3 sümüklə. Nəyə görə 3 sümüklə? Çünki 4 sümüklə demək olmaz. Çünki mənim 4 sümüyüm 1 ədəddir. Nəyə görə 3 sümük? Çünki bu hissədən elə bir ki, mənim kürək, yəni burada indi göstərdiyim körpücükdür. Körpücük və kürək sümüklərim nədirlər? Bir sümüklər. Gəldi bazu ilə birləşdi, aşağıdan gəldi döş sümüyü ilə birləşdi. Eyni zamanda gəldi. Bu biri hissədə də, yəni sol tərəfinizdə də eyni şəkildə bu kürək və körpücük sümükləriniz gəldi aşağıdan bir bazuya birləşdi və döş sümüyünə birləşdi. Döş sümüyünüz bir dənə olduğu üçün, siz deyirsiniz ki, sizin 3 sümüklə birləşməməyə gətirmiş olacaq. Yuxarı ətrafın qurşağı. Bax, qurşaq dedim. Qurşaq deyirəmsə ikisini nəzərə almalıyam və döş sümüyün bir dənə olduğu üçün ümumi 3 sümüklə birləşməməyə gətirir. Nəsə qaranlıq qaldı buradan. Aydındır müəllim. İndi keçək aşağı ətrafa, aşağı ətrafımızda deyək. Deməli, burada bir dənə şey də demək istəyirəm yuxarı ətrafdan. Ümumiyyətlə, yuxarı ətrafınızda, mən burada birləşmələri demədimi? Deməli, sümük birləşməsini deməmişəm. Yəni, qurşaq hissədə demişəm, amma şey demədim, yəni, sərbəst hissəni deməmişəm. Deməli, sizin bu bazunuz, burada gördüyünüz bazunuz gedib nə ilə birləşir? Biraz bunu böyədək ki, daha rahat görək. Deməli, burada görən bazu, niyə böyümür? Bu bazu gedib yuxarıdan bu kürəklə birləşir. Hətta birləşmə bu hissəsini də göstərdim baxarsa, oynaq əmələ gətirirdilər də. Getdi bu yuxarıdan, deməli, kürəklə birləşdi. Aşağıdan gedib nə ilə birləşəcək? Aşağıya doğru bir dənə gətirək bunu. Aşağıya doğru baxanda gedir, hansı sümüklə birləşir? Baxın, göstərim. Sizin sait sümüklərinizlə birləşəcək. Hər ikisi ilə də birləşir. Yəni, bu gəlir həm bundan birləşir, bu gəlir həm bundan birləşir. Hər ikisi ilə də birləşəcək. Bunu yadda saxlayırsınız. Yəni, sizin bir bazı sümüyünüz yuxarıdan getdi, kürəklə birləşdi, bir kürəklə, aşağıdan gəldi, 2 saitlə birləşdi. Yəni, bir bazı sümüyünüz 3 sümüklə birləşir. Bir bazı sümüyünüz 3 sümüklə birləşir. Hansı sümüklər oldu? Yuxarıdan bir kürək, aşağıdan 2 sait sümüyünüz. Eyni zamanda digəri də o şəkildədir. Yəni sol tərəfinizdə də eyni formadır. Daha sonra nəyi bilmək lazımdır? Gəlirəm bu aşağı hissəyə. Sait sümükləri bu gəlib əl daraq arxası sümükləri ilə birləşir. Bəs yaxşı, hamısı ilə mı birləşir? Təbii ki də xeyr. Hansı ilə birləşir sizə düşmür, lazım deyil. İnşallah tibb universitetində öyrənəcəksiniz. Amma yəni heç kim də sizdən soruşa bilməz ki, ixtiyarları yoxdur ki, yəni bu sait sümükləri gəlib hansı əl daraq arxası sümüyünə birləşir. Baxın, burada gördüyünüz hər bir balaca 8 dənə sümük var. Onların hərəsinin ayrı-ayrı adları var. İnşallah ki, öyrənəcəksiniz və hansı ilə birləşir, onu da sizə deyəcəklər orada. Və ona görə də lazım deyil. Yəni, özü verməyib, ixtiyarı yoxdur soruşmağa düşmür. Dərsimizdə yoxdur. Yəni, bizim sait sümüklərimiz, sait sümüklərimiz gəlib aşağıdan əl daraq arxası sümükləri ilə birləşir. İkisi də birləşir. Yəni, 2 sait də, yəni biz nə deyək, bunlar sait sümüklər olduğu üçün, yəni sizin bir qolunuzda 2 sait sümük var. Mil və dirsə, ikisi də sait sümük sayılır. Gəlib aşağıdan əl daraq arxası sümüklərinə deyəndə ki, yəni bir neçəsinə birləşdiyi üçün sümüklərinə deyə bilərsiniz. Əl daraq arxası sümüklərinə birləşir. Yuxarıdan da nəyə birləşdi? Yuxarıdan da bazuya birləşdi. Deməli, sizin sait sümükləriniz yuxarıdan
yuxarıdan bazuya birləşir, aşağıdan deməli əl daraq arxasına birləşəcək. Yəni sizdən heç soruşmayacaq ki, sizin sait sümükləriniz neçə sümükdən birləşir. Sadəcə soruşacaq ki, hansı sümükdən birləşir. Deyəsiniz bazu və əl daraq arxası sümükləri. Daha sonra düşürük aşağı doğru. Sizin əl daraq arxası sümükləriniz, nə ilə birləşir? Yenə deyirəm, burada sizdən soruşmayacaq ki, neçə sümüklə birləşir. Çünki bəziləri mən indi deyəcəyim sümüklərlə birləşməyəcək. Sadəcə soruşacaq ki, hansı sümüklərlə birləşir. Əl daraq arxası sümükləriniz gəlib sait sümüklərlə birləşir. Eyni zamanda əl darağı sümükləri ilə birləşmiş olacaq. Əl darağı sümükləri ilə. Daha sonra sizin bu əl darağı sümükləriniz, yəni bu hissə, baxın bu daha çox çəkdim, bir dəqiqə. Sizin əl darağı sümükləriniz gəlib buradan əl daraq arxasına birləşmiş olacaq. Buradan isə öndən isə gəlib sizin nəyinizə, falanqalarınıza birləşmiş olacaq. Yaxşımı? Və onu yadda saxlayaq ki, əl daraq arxası dediyimiz bu hissə var, əl daraq arxası. Bu əl daraq arxasına biz bilək deyəcəyik də. Yəni bunu bayaqları danışdıq. Bu hissə biləkdir. Daha sonra falanqalara baxaq. Falanqalar nə ilə birləşir? Baxın, bu hissə maraqlıdır. Baş barmağımızda 2 dənə falanqa var demişdik. Bu gördüyümüz falanqa nə ilə birləşir? Gələcək buradan əl darağı sümüyü ilə birləşəcək. Bu tərəfdən isə gəlib növbəti barmaq falanqasına birləşmiş olacaq. Sonra digər tərəfə keçsəm, bu biri tərəfdə də sizin əl barmaq falanqanız gəlib əl daraq arxasına birləşir. Bu biri tərəfdən isə barmaq falanqanıza birləşəcək. Növbəti barmaq falanqanız isə, yəni bu işarə barmağınızdakı olan bu növbəti barmaq falanqanız isə gəlib digər arxadan, yəni barmaq falanqasını, öndən də barmaq falanqasına birləşmiş olacaq. Hamısında bu şəkildədir. Yəni bir dənə fərq bu burdakındadır ki, bu gəlib əl daraq arxasına birləşir, bu tərəfdən isə barmaq falanqasına. Bir də burada fərq var ki, hər iki tərəfdən barmaq falanqasına birləşir. Bir də baş barmaqda 2 dənə falanqa var. Yəni məsələ odur. Bir də nədir əsas məsələ? Axırıncı falanqalarınız, axırıncı barmaq falanqalarınız bir sümüklə birləşir. Bir əlinizdə də 5 dənə axırıncı falanqa var. 5 axırıncı falanqa var. Hər biri də bir sümüklə birləşir. Bu gəlib özündən əvvəlkinə, bu gəlib özündən əvvəlkinə, bu da özündən əvvəlkinə, bu da özündən əvvəlkinə, bu da özündən əvvəlkinə birləşir. Nəticədə sizin 5 dənə, bir əlinizdə 5 dənə barmaq falanqanız tək sümüklə birləşir. Ümumi neçə dənə ətrafınız var? 2 əl, 2 ayaq, ümumi 4 dənə. Hər birində də axırıncı falanqa varmı? Var. 5 dənə barmağınız var da. Məsələn, bir qolda 5 dənə barmaqdır. Ümumi də 4 dənə ətraf varsa, ümumi olaraq 20 dənə tək sümüklə birləşən falanqanız olmuş olacaq. Bu hissədə belə. Daha sonra keçək aşağı ətrafa. Aşağı ətrafdan danışaq. Bizim aşağı ətrafımız... Bəli, buyur. Bəs ümumi yuxarı ətrafımız cəmi bir sümükdən birləşir, 4 sümükdən. Yaxşı ki, yadıma saldın onu da demək istəyirdim. Deməli, bizim yuxarı ətrafımız deyəndə, biri var yuxarı ətrafın sərbəst hissəsi, bir də var yuxarı ətrafın qurşaq hissəsi. Yuxarı ətrafın sərbəsti deyəndə mən bu şəkli biraz böyləşdirim, daha yaxşı görəsiniz. İndi bunu biraz belə eləyək. Yuxarı ətrafın sərbəst hissəsi deyəndə, baxın, bazu götürdüm, 2 saydımı götürdüm, əl pəncəsini götürdüm. Bu mənim yuxarı ətrafımın sərbəstidir. Yuxarı ətrafımın sərbəsti gəlib nəyə birləşir? Kürə sümüyünə birləşir. Yuxarı ətrafımın sərbəsti. Mən yuxarı ətraf demədim, ha. Məsələn, bu arada sağ yuxarı ətraf, bir dənə yuxarı ətrafın sərbəsti gəlib bir dənə kürəyə birləşir. Bir dənə yuxarı ətrafın sərbəsti gəlib bir dənə kürəyə birləşir. Bəs yaxşı, mən desəm ki, 2 dənə bəs yuxarı ətraf, yəni 2 dənə yuxarı ətrafın sərbəsti neçə sümüklə birləşir? 2 dənə sümüklə. Nəyə görə? Bir dənə yuxarı ətrafım buradadır. Məsələn, bu sağ yuxarı ətrafımız sərbəstidir. Bu tərəfdə də sol yuxarı ətrafımız sərbəsti var. Bu da gəlib buradan bazu ilə gəlib buradan kürəyə birləşir. Bu da gəlib bazu ilə burada kürəyə birləşir. Ümumi oldu 2 dənə sümük. Bəs yaxşı, mən desəm ki,
sağ yuxarı ətrafım. Sağ yuxarı ətrafım deyəndə artıq biz nəyi nəzərdə tuturuq? Biz kürəklə, deməli, körpücük falan bunları da nəzərə salırıq da. Yəni baxın, bu hissə falan hamısı bir yerdə götürürəm, sərbəst hissəmi də götürürəm. Bunlar hamısı bərabər formada, deməli gəlib döş sümüyünə birləşmiş olacaqlar. Mən biraz pis çəkdim bunu. Bir dəqiqə. Deməli baxın, gəldi bu hissə ilə. Gəldi bu hissə ilə aşağı falan hamısı bir yerdə. Bu niyə qələm belə fırlanır? Bir dəqiqə uşaqlar. Deməli, yəni bu hissə bütövlükdə gəlib döş sümüyünə birləşmiş olacaq. Və eyni zamanda digər, yəni sol yuxarı ətrafınız da o formada olduğu üçün deməli o da gəlib döş sümüyünə birləşmiş olacaq. Ümumi olaraq sizin sağ yuxarı ətrafınız və ya sol yuxarı ətrafınız gəlib bir sümüklə birləşmiş olacaq. Aydındırmı bu hissə? O da döş sümüyüdür, yəni. Bəli. Uşaqlar, mənə bircə dəqiqə vaxt verin, indi qayıdıram. Bircə dəqiqə.